Özünüz təqdim elə. Mən İmam Quliyev Nurlan. Bəli. Mən 2013-dən bu şirkətdə işləyirəm. Qarabağlı MMC. Şirkət harda yerləşir? Beyləqan rayonu. Beyləqan rayonu Xaçamabad kəndində yerləşir. Qarabağlı MMC. Sabah Holdingin bir qoludur. Bəli. Orada biz 2013-dən işləyirik. Bəli, bəli. Dəfələrdən belə maaş problemlərimiz olur. Neçə ayda maaş alırmışsınız? İndi hal-hazırda 2 ay 10 günlük maaş almırıq. 2 aya yaxındır. Almırıq maaşımızı, bir problemimiz var. Biz cənab prezidentdən kömək istəyirik. Əmək işlərinə demişik. Bura Səbah şirkətidir. Bəli, Sabah Holdingin öhdəliyində Qarabağlı MMC deyilən bir şirkət. Deməli bura yerləşir Beyləqan Rayon rayonu. Xaçamabad kəndində. Beyləqan rayon Xaçamabad kəndinin üstündə yerləşir. Siz bu haqda hara müraciət etmisiniz? Biz bu haqda əmək məşqçiliyinə demişik. 102'ye məlumat verdik, 102 də gəldi, dedi bizdə bir problem. Əmək məşqçiliyini dedik, əmək Yox, məşqçiliyi. 102'li puldan var. Əmək məşqçiliyi yaxın durmur. Nə deyirlər maaşınızı vermirlər? Bizi də deyirlər ki, pulları olsa da deyirlər yoxdur. Güya Kürdəmirdə yerlər var, onu satıb bizim pulu verməlidirlər. Elə bir şey yoxdur. Məhsulumuz da hər il yaxşı məhsul veririk. Məhsulda pulun satırlar. Nə edirlər onu biz də bilmirik. Tək bizim bir dənə 3-dən sonra 650 PO-dur bu boyda şirkəti tək məhsulu ödəyir. Maaşını ödəyir. Vermirlər. Bu şirkətdə nə qədər insan işləyir? Bu şirkətdə işləyir harda 136 nəfər şəxs işləyir. Tamam. İndi o yerdə qalan fəhlədə ondan çoxu da müdiriyyətdir. Bir 60 nəfər fəhlədə yerdə qalan da müdiriyyətdir. 60 nəfər vətəndaş, yəni işçi. Hə, işçi maaş almır. Əmək Yox, haqqı almır da 138 nəfər, 136 nəfər maaş almır o. Kimə də burada müdiriyyətimizə deyir, bunlar da yuxarı məlumat verir, deyir bizdə iddia yuxarılıqdır. Yuxarıda deyir ki, pulumuz yoxdur. İndi bilmirik qazancımız haraydı. Bir elə pul qazanmışıq, yoxa çıxır. Yoxdur. Cənab prezidentdən xahişimiz oldu ki, bu şirkətdən tədbir görsünlər. Bizə kömək eləsinlər. Əmək məşqçiliyinə deyir, heç kəs yaxın durmur. İndi bunlardan əmək məşqçiliyi, bunlardan pul alırmı, nədirsə bizə yaxın durmur. Nə deyirsiniz qardaş? Ben Kərimov Orxan Elmdaroğlu, Qarabağ Memzenin işçisi olaraktan. Demək olar ki, biz bu problemlərlə bir müddətdir ki, qarşılaşırıq, dəfələrlə təkrar olunur. Çox pis acınacaqlı vəziyyət yaranır. Biz, hərəmiz burada gördüyünüz şəxslərin hərəsi bir ailə başçısıdır, içi biz qarışır. Biz öz ailəmizə gedəndə, bizim qabağımıza çıxan bir şəxs deyəndə ki, əli boş gəlmisənsə, evə almağa çörəyimiz belə yoxdur. Heç nə, acından susundan qırılırıq, tabii o vəziyyət yaranıbdır. Dükan yiyəsidir, dükanda işləyir, dükan sahibləridir. Gediyor orada borc alırıq, hamısı borçdur. Bu vəziyyətdə bizə yəni borc verən də yoxdur. Bizim elə bir vəziyyət yaranıb ki, çox pis vəziyyət yaranıb. Yəni biz az qalsın ki, yəni o dükan işlədən, dükan sahibi ilə biz əlbəyaxa çıxaq, dava eləyək. Daha doğrusu onlar bizlə dava eləyir. İş yoldaşlarınızın bu təklifləri ilə, onun müraciəti ilə razısınız da sən? Hamıda eyni vəziyyət var. Hamıda eyni vəziyyət. Bu dəqiqə bank mənə zəng eləyib, bax bu dəqiqə göstərə də bilərəm. Bank zəng eləyib, tələb edir ki, pulu ödəyim, üstünə faiz gəlir. Çox pis vəziyyət, çox. Günü-günlərində faiz gəlir. Əmək müfəttişliyinə demişik, ora demişik, bura müraciət. Bizim qarşımıza çıxıb bir ətraflı bir müzakirə edən bir adam yoxdur ki, bizə deyək ki, ay falan get. Çıx get, sənin maaşın səhər olacaq. Çıx get bir şey. Bizə deyir ki, büdcədə pul yoxdur. Bəs bu boyutdan böyük bir şirkətin büdcəsi ümumiyyətlə olmayan olsa, bu şirkət nə günə yaranıbdır? Bura bizim Ali Başkan prezidentimiz bura sərmayə ayırıb, buraya balaca bir ərazi deyil ki, məsələn 10 hektarlıq, 5 hektarlıq ərazisi yoxdur ki. Neçə hektar ərazisi? Buranın 500 hektardan da artıq, 5000 hektardan artıq ərazisi var buranın. Bu 5000 hektar ərazisi olan bir şirkət, arkada bunun bir büdcəsi yoxdurmu ki, çıxarda bu uşağa bugünkü gün üçün bir əl uzada. Deyir yox, deyir ki maaşımızı deyir ki biz bilmirik hava olacaq. Torpaq satacaq, deyir ki torpaq satacaq. Biz də işə gətirməyə çörəyimiz yoxdur. Nə ilə gedir? Ac qarnına nə qədər işləmir? Bir xoşun gəl işdə, xoşun gəlmə çıx get. Elə məhəbbət yoxdur. Xoşun gəl işdə, xoşun gəl çıx get şey yoxdur. Biz indiyənə qədər buradan demirik, biz buradan çörək qazanırıq. Bu vəziyyətdə deyir bax məhsulumuz. Bax ora görükən ərazi bizim şirkətin məhsuludur. Bu dəqiqə bu məhsulu yarı verməlidir. Hər ildə qəşəng super vəziyyətdə məhsul veririk. Hani yekun ortada bir şey yoxdur. Xahiş edirik bunu işıqlandırın. Bizim səsimizi cənab prezidentə çatdırın. Görək bu işin axırı nətər olur. Bizə niyə baxmırlar? Hamınız yeni dəstəsiz də qardaş. Hakkımızı alamıyoruz. Maaşımızı alabiliriz. Maaşınız alabilmişsiniz, kreditiniz var. 2 ay maaş almadık. Üçüncü ay şeysi. Bir yer var, bir yer var. Gidebilmiş. Yok, pulumuz yok. Kommunallar qardaş, qazlarımızı gəlib kəsin. Böyle şey eləyə bilmirsiniz. Mənim evimdə Böyle bir şey əmri çox çətin vəziyyət. Yəni bu dəqiqə bu bir belə adamı bax burada hamı paltarını çıxartıb yetirsə bunun cibindən
1 qəpik, 20 qəpik, 20 köpüyü də yoxdur. Hamıda çox acınacaqlı vəziyyət Bu var. dəqiqə hamının xəstəsi var. Bu dəqiqə hamının borcu xarcı var. İndi hamınız bu məsələ haqqında kimə müraciət edirsiniz? Cənab prezidentə, xahiş edirik bizi Xahiş kəskin edirik, prezidentə kömək çatdırın. edin. Hakkımızı ala bilmirik. İstədilər Cənab hakkımızı vermirik. prezidentə müraciət edirik. Biz də xanım prezidentimiz Mehriban xanıma müraciət edirik ki, bu haqqda məlumat. Kömək edin. Kömək edin. Ha, deməli bura oldu Beyləqan rayonu. Qarabağ Taxıl MMC. Qarabağ Taxıl MMC-dir. Yəni burada da özünüz görürsünüz, vəziyyətli uşaqların hamısı qan ağlayır. Biriniz Vəziyyət çox telefon nömrənizi deyərdiniz də. Telefon nömrəmiz, bax məsəl üçün mənim telefonum 050 Bəli. 829 25 98. Nə bilim uşaqlar desin nömrəni. Telefon nömrəmizi deyin. 629 91 73. 050 586 59 34. 1650 64 92. Oldu qardaş, qarşı tərəfi dinləməyə də biz hazırıq. Yəni bir tərəfli olmasın. Ona görə yəni indi biz də bunu ictimailəşdirəcəyik sosial şəbəkələrdə. Yəqin ki inşallah nəticəsi olar tezliklə. Yəni Bizim prezidentimizə böyük güvənimiz var. Bizim prezidentimizə çox böyük inamımız var. Biz də inanırıq ki, prezidentimiz bizim inamımızı yerə salmaz. Bizim bu müraciətimizi dəyərləndirər yəqin ki, inşallah. çox sağ olun. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hər zaman istən özəl, istən dövlət şirkəti olanda deyir ki, işçilərin əmək haqqlarını vaxtında verin. Yəni nətər deyim də, lori dilində deyim, qara fəhləni incitməyin. İndi bax bunu bilmir, biz bunu ictimailəşdirəcəyik. Yəqin ki bunu prezident aparatından da baxacaqlar, adiyyəti qurumlar da baxacaq. Yəni buna bir əncam çəkəcəklər. Deyirsiniz ki 150 nəfər adam işləyir burada, 150 nəfər adam az deyil. Hə. 150 baş ailə demək, bəli. Şəxslərin hərəsi bir ailə başçısıdır. Oldu qardaş, biz qarşı tərəfi dinləməyə də mən şəxsən hazıram. Şu adam gelmek hele. Kişilerin çoxsu işi olan, hem buralar. Burada qazilər var, veteranlar var. Şəxsən mənim qardaşım qazidir, Vətən müharibəsi iştirakçısı. And olanda o ancaq narkotik tərkibli psixotrop maddələr qəbul edir. Yəni o nə deyim, Maşdağanın o dəlixanada verilir, nə deyirlər ora? Oranın dərmanlarıdır. Bunun yəni öz cibində bu vəziyyətdə pul yoxdur ki, bu gedə bu ən azı ayda bir dəfə gedib yoxlanmalıdır. İndi o özü vəziyyət halı pisləşdi, vəziyyəti pisləşdi, bu getdi. Getdi dərman qəbul ediyor. Bu dərman qəbul bir də bura gələsidir. Gələk buradan da Allah eləməsin, gün vuracaq, buraya gedəcək, başı gələn, yıxılacaq, öləcək, qalacaq, bəlli deyil bu. Oldu qardaş, yenə də deyirəm, qarşı tərəfi də dinləməyə hazıram. Əlavə sözünüz yoxdur da, yəni hamınızın məsələsi o ki, əmək haqqınızı ala bilmirsiniz. Qarabağ döyüşçüsüdür, Qarabağ döyüşçüsüdür. Qarabağ döyüşçüsüz. Dey ha, bax Qarabağ döyüşçüsüdür. Ha, Bəxtiyar xanı debat danışsın. Bəli. Salam, xoş gəlmisiniz. Mən Qasımlı Bəxtiyar Xanoğlu, Beyləqan rayon Yuxarı Kəbli kənd sakini. Özüm Qarabağ iştirakçısı, Vətən müharibəsi iştirakçısı, Vətən uğrunda medalının sahibi, Qarabağ qazisi. Mən də bu yoldaşlar kimi 2019-cu ilin əvvəllərindən burada işçi kimi işləyirəm. Sadəcə olaraq son vaxtlar əmək haqqlarımızı ala bilmirik, qanunu ala bilmirik qardaş. Mənim özüm bir ailə başçısıyam. Bir atam vardı, dünyasını dəyişib. Allah rəhmət eylesin. Allah ölən özəl sələmədi. 3 aydan, 3-cü aydı başlayıb anadan biləm. 3 uşağım var, Qarabağ qazisi, 3 uşağı var, Qarabağ qazisi bugünkü günü pul tapıb harasa gedə bilmir. Bir işin aşırda bilmir. Şikayətimiz budur. Cənab prezidentə müraciətimiz var. Bir belə yoldaşlar adından, öz adımdan Bizə köməkli edin. köməkli eləsin, aidiyyəti qurumlar baxsın. Bizim başqa heç kimlə problemimiz yox. Bizim əsas işimiz, dərdimiz maaşı problemidir. Başqa heç nə. Siz də Vaxtla maaşımızı ala Hər bilmirik. işi görürük, bütün işləri görürük, maaşı ala bilmirik. Oldu qardaş, mən də bir bloger olaraq mən də bunu ictimailəşdirəcəm. Allah dövlətimizi qorusun. Yaxşı eləmisiniz, döyüşmüsünüz. Bizim vətənimizdir. Hər birimizin borcumuzdur vətənimiz uğrunda döyüşmək. Yəni yəqin ki adiyyəti qurumlar bunu ictimailəşdirəndən sonra bir tədbir görər. Oldu, sağ olun, var olun. Bir daha qarşı tərəfi də dinləməyə hazırıq. Çox sağ olun. Çox var olun.